Bugün oktyabrın 1-idir. 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi bugün fəaliyyətə başlayacaq və biz sərgiyə gedirik. Gəldik, çatdıq Baku Expo mərkəzinə. Deməli, əslində hər yarım saatdan bir marşrutlar qalxmalıdır. Elmlər 28 və Köroğlu stansiyalarından, amma bugün nədənsə marşrutlar gecikdi. Saat 9 tamam üçün olan marşrutlar. Biz də bir neçə nəşriyyat işçisi yığışıb taksi çağırdıq və tam vaxtında gəlib özümüzü çatdırdıq Expo mərkəzinə. Hal-hazırda ziyarətçilər hələ ki gəlməyib, tezdir deyə. Daha çox nəşriyyat işçiləri yığışıb gəlib. İndi girəcəyik içəri. Girişlər sağ tərəfdədir, sol tərəfdə çıxışlardır. Akşamüstü Baku Book Fair'in Instagram səhifəsində paylaşıldı ki, sərgiyə gediş-gəliş avtobuslarının dəqiq dayanacağı hardadır. Təbii ki, bunu bir gün öncədən etsəydilər, daha effektiv ola bilərdi. Belə giriş qapılarından keçirsiniz yoxlanışdan. Daha sonra isə Expo mərkəzi bizi qarşılayır. Bu ilin rəsmi qonağı, fəxri qonağı Qətər dövlətidir. Baku Book Fair'in səhifəsindən həm sərgi barədə, həm saytından sərginin proqramı barədə məlumatları əldə edə bilərsiniz. Hələ səhər saat 10 olmasına baxmayaraq, bizim dəyərli aktyorlarımız sərginin açılışındakı nitqlərinə hazırlaşırdılar. Bu səhnəni izləmək həqiqətən böyük zövq verdi. Mən açılışı da izlədim, sizin üçün də çəkmişəm. Orada da səhnəni bütünlükdə izləmək insana həqiqətən çox zövq verir. Aktyorlarımıza buradan təşəkkür edirik. Oxuyun elm, saxlanın kitaba. Ta cəhalət sizi salar əzaba. Düşünən əqlə sərəf raz oldu. Dəxli məndən kimi niyaz oldu. İşığı, qaranlığı, xeyri, şəri aləmin. Bil ki, əbəs deyildir, ey bəşəri aləmin. Bu dünyanın hikməti çatmaz sona əzəldən. Hər insana bəzəkdir, onun elmi əzəldən. Demirəm mən gedən tariq ilə gedim. Əqli tutsa, bu cür rəfik gedim. Demirəm əcnəbi ol, müsəlman ol. Hər nə olsa, elmli insan. Daha öncə qeyd etdiyim kimi, sərginin fəxri ölkə qonağı Qətər dövlətidir. Lakin fəxri yazarlar isə Qismət Rüstəmov, Georgiya Bayn, Rüstəm Behrudi. Bu üç yazar fəxri qonaqdır. Bu dəfəki sərgi Texno İnsan, dünənin əfsanəsi, bugünün hadisəsi mövzusuna həsr edilib. Hələ ki ziyarətçilər gəlməmişkən mən sizə görüntüləri çəkeyim. Nəşriyyatlar stendlərini oxucular üçün hazırlayır ki, ən mükəmməl şəkildə
sizin görüşünüzə gələ bilək. Burada müxtəlif təqdimat zonaları var. Təqdimat zonalarında yazarların kitab təqdimatları, nəşriyyatların kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər keçiriləcək. Yəni də qeyd edirəm, sərginin səhifəsindən sərginin proqramı barədə, 7 günlük proqram barədə məlumat əldə edə bilərsiniz. Görün, hələ ki girişdən videonu kəsməmişəm, nə qədər böyük bir ərazidir. Hələ mən bütün stendləri gəzməmişəm. Siz vaxt tapdıqca bütün stendləri gəzin. Həm fərqli mədəniyyətlərlə, həm fərqli nəşriyyatlar, müəlliflərlə tanış olmaq imkanınız var. Məsələn, burada Türkiyənin ənənəvi stendi yer alır. Burada Türkiyədən nəşriyyatlar, nəşriyyat nümayəndələri, baxın gördüyünüz kimi kitabları ilə gəliblər. Düz sərginin son gününə kimi buradadılar. Bura isə Qətər Dövlətinin Mədəniyyət Mərkəzidir. Ministry of Culture, Mədəniyyət Nazirliyinin stendidir. Qətər Mədəniyyət Nazirliyinin stendi. Özünüzü mini Qətərdə hiss edə bilərsiniz. Belə məlumat lövhələri vasitəsilə siz Qətər ədəbiyyatı ilə, mədəniyyəti ilə tanış ola bilərsiniz. Həm də burada təbii ki, əməkdaşlar olacaq. İndi hazırlıq işləri görürlər. Şeir yazırız. Şeir yazırıq Qətər stendində. Şeir yazır. Geçen sözler seçmişim ben. Müdriklik yolu işıq saçır, iradə ilə dünyanı açaq, ləyaqət önündə əyilməz baş, həyatın ən dəyərli sərvəti budur. Şeir yazdıq. Biz daha sonra Qətər stendini yenidən ziyarət edərkən, həmin tətbiqlərin süni intellekt vasitəsilə şeir yazma funksiyaları olduğunu gördük və onları sınadıq. Çox maraqlı idi. Ümumiyyətcə, fərqli bir ab-hava yaşamaq istəyirsinizsə, mütləq sərgini hər il gəldikdə sərgini ziyarət edin, sərginin fəxri qonaqları ilə mütləq tanış olun. Çünki bu sərgilər maariflənmək üçün təşkil edilir. İndi Qətər stendindən çıxdıq. Yenə də sərgini ziyarətimizə davam edirik. Buradan görünür Menta yayımları stendi. Mən orada olacağım. Demək olar ki, ölkədəki bütün nəşriyyatlar və 23 xarici dövlətdən nəşriyyat və təşkilatlar bu sərgidə iştirak edir. Sərgidə həm də uşaqlar üçün oyun meydançaları təşkil edilib. Yəni, uşaqlarınızla gəlsəz belə onlar da sıxılmayacaqlar, darıxmayacaqlar. Bundan əmin ola bilərsiniz. Ümumiyyətcə, kitab sahəsində çalışan biri kimi, dərgiçilik sahəsində çalışan biri kimi onu deyə bilərəm ki, belə yerlərə məhz uşaqlarınızla gəlməyiniz daha yaxşı olar. Çünki onlar kitab mədəniyyəti ilə tanış olarlar. Burada isə arzu ilə salamlar. Belə sərgilərin ən gözəl yanlarından biri də tanıdığın gözəl insanlarla qarşılaşmaqdır. Stendlərimizdə çeşitli kitablarımız, dərgilərimiz oxucuların yolunu gözləyir. Söz verirəm, bir dənə işə satan qayıt, saxsız, bir dənə ona baxarsan.
Vinta yayımları stendini rahat şəkildə tapmaq üçün indi yolu sizə izah eləyəcəm. Gəlirsiniz, girişdən girirsiniz, sonuncu entransdan, sonuncu girişdən içəri doğru addımlayırsınız. Soldakı ilk stend elə Vinta yayımlarıdır. İndi hələ ki heç kim yoxdur, rahat görünür, amma birazdan adam çoxalanda burada görmək çətinləşəcək, ona görə dəqiq videosuyla göstərirəm. Sonra isə bizi ziyarət etdikdən sonra isə istədiyiniz nəşriyyatın stendini ziyarət edə bilərsiniz. Gələn Türkiyə nəşriyyatları artıq kitablarını yerləşdiriblər. Videonun bu hissəsinə qədər mən sizə açılışa qədərki prosesi göstərdim. Nəşriyyatlar necə hazırlaşıb, oxucularının qarşısına necə çıxmağı planlaşdırır. Və saat 11:00-dan etibarən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi start götürdü. Açılış mərasimi dəyərli aktyorların bədii hissəsi ilə başladı. Çox maraqlı idi bu hissə. Daha sonra isə rəsmi şəxslər çıxış edərək sərgini açıq elan etdilər. Marifle geleceğe doğru birlikte gele yapılıyor. Elim marifin de yolu mektepten, kitaptan, zekadan geçir. Zekalı olmak bu dolmalı cahanda bizi cehalet zulmetinden çıkarabilen bir meşal gibidir. Odur ki bizim ıslaklarımız, alis seleflerimiz hemşe bunu bize izah edirler. Bunu bize şerh edirler. Ev yuvasından uçmalısan uçmalı. Evin fezasını uçmalısan uçmalı. Dünyanın nezerleri senin üstündedir hemişe. Senin elmin bir gözlüdür bütün dünyaya hemişe. Kim ki bir elmi eylese hasil, oldu herkese o kes hasil. Elimsiz bu cahanda yoktu hilas. Alimin her sözüne sen kulak as. Elimin eteğinden tutsam her niyete çatarsa, zelillikten kurtarıp ülviyete çatarsa, Tanrı salmaz nezerden, haç ruhları, canları, zirek gibi koruyar zekalı insanları. Hər birinizi səmimi qəlbdən salamlayır. Hamınıza xoş gəlmisiniz deyirik. Hamınızı ürəkdən salamlayıram. Hamıya xoş gün arzulayıram. Açıq elan edilir. İndi isə sərgi iştirakçılarını və qonaqlarımızı sərgi ilə tanış olmağa dəvət edirik. Buyurun. Bu səhnədə göstərdiyim kitab 11-ci əsrə aid Divan-i Lüğət-i Türk əsərinin fotofaksimili nüsxəsidir. Elə 11-ci əsrə aid nüsxənin üzüdür. Bu kitab həddən artıq dəyərli bir kitabdır. Sərginin birinci günü yekunlaşdı. Daha doğrusu yekunlaşmayıb sadəcə. Mən artıq gedirəm.
Sabah görüşərik. Daha doğrusu sərgiyə gəlsə sabah görüşərik. Sağ olun, salamat qalın. İndi isə sizi Qətərdən gələn qonaqların musiqi qrupu ilə baş-başa qoyuram.